Bu, Azərbaycan ağır atletikasındakı mübahisəyə qısa bir baxışdır. Deməli, məsələ nədən başlayıb? Dünya çempionu Hafiz Süleymanov bir müsahibə verir və yığmanın keçmiş baş məşqçisi Vahid Nəzarov da onu yalan danışmaqda ittiham edərək çox sərt cavab verir. Yaxşı, gəlin 3 əsas məqama baxaq. Birincisi, Süleymanovun iddiası. O deyir ki, hələ 1998-ci ildə Türkiyə yığması üçün yarışanda o vaxtki federasiya prezidenti Cangir Əsgərov onu şəxsən Azərbaycana dəvət edib. İkincisi isə Nəzarovun tamamilə fərqli hekayəsi. O, bu iddiaya sadəcə ağ yalan deyir. Nəzarovun versiyasına görə dəvət 3 il sonra, yəni 2001-ci ildə olub və dəvət edən də Əsgərov yox, baş məşqçi Avset Avsetov olub. Və nəhayət üçüncüsü, Nəzarovun o vaxtki mövqeyi. O deyir ki, mən hətta o 2001-ci ildəki dəvətin özünə də qarşı idim. Niyə? Çünki o vaxt 34 yaşlı olan Süleymanov, belə deyək, artıq sıxılmış limon idi və yığmaya bir faydası olmayacaqdı. Nəzarov öz fikrini sübut etmək üçün Süleymanovun 2003-cü il Avropa çempionatında medalsız qalmasını da misal çəkir. Bir sözlə, bu, bir idmançının karyerasının sonu ilə bağlı iki fərqli və ziddiyyətli hekayənin toqquşmasıdır.